Salam dəyərli şagirdlər, mən Fes Akademinin İngilis dili müəllimi Aysiyə Çələbi. Bugün sizlərlə DİM OTK 20 sınaq toplusundan 13-cü sınavın izahına baxacağıq. 7-ci sualımızda I want the lungs are the largest internal organ in the human body. So that ona görə ki, yəni nəticə bağlayıcıdır və yaxud da purpose, məqsəd bağlayıcısı kimi gedir. Though baxmayaraq deməkdir. So beləliklə even if də, hətta əgər deməkdir. Bizə isə deyir ki, mən təəccüblənirəm ki, ağciyərlər insan bədənində ən böyük daxili orqandır, ən geniş daxili orqandır. Burada bizə ki lazımdır. Biz də bilir ki, won't-dədir. Yəni if və zə bunları, bu yəni funksiyanı edə bilir, daşıya bilir. 8-ə baxırıq. European sözü samitlə başladığına görə mən burada ən artiklı yox, qoyaram a artiklı, ona görə biri çıxıram. News sözü samitlə başladığına görə, programmer sözü sayılan isim olduğuna görə a artiklı qoyulmağa düzdür. Eyni ilə a police report sözündə də report sözü sayılan isim olduğundan, polisə samitlə başladığından a artiklı qoymağım düzdür. İki isim yanaşı gələndə ikincisinə baxırıq. Burada artikl qoyulub qoyulmaması, amma e və yaxud da ən gəlməsi mütləq birinci sözün sait və yaxud da samit səslə başlamasına asılı olaraq dəyişir. Məsəl üçün, burada news sözü sayılmırsa, deməli mən artikl qoymayacağam. 5-də answer sözü sayılır. 10 isə saitlə başladığına görə qabağında artikl qoymuşam, düzdür. 9-a baxırıq. Verilən cümlələrdən hansılarının passive voice-da olduğunu bizdən istəyir. Baxaq deməli, the penny has examined by experts. Biz bilirik ki, birincisi, məhsul növdə olan cümləni tapmaq üçün to be üstəgilə feilin üçüncü formasını tapmaq lazımdır. Bir də belə bir şey yoxdur, deməli götürməyəcəyik. 2-yə baxırıq, modal feillərdə modal feil be üstəgilə feilin üçüncü forması olur, 2 düzdür. Yenə to be feili üstəgilə feilin üçüncü forması var. Amma ki bir şey var ki, biz əmizardan, was word-dən sonra nə gətirmirik? Being gətirmirik. Ona görə bu sizə çaşdırması. Will be hung yenə məchuldadır, götürəcəyik. Can be strength, bu da məchuldadır, götürəcəyik. Sonra baxırıq, deməli, 10-cu suala. Onda extinct sözü, endanger sözü, exhausted sözü var. Exhausted yorğun deməkdir. Yəni very tired olacaq. Yəni biz 3-ə d qoyuruq. Sonra deməli extinct nəsli kəsilmiş deməkdir. Yəni artıq yoxdur. Endanger nəsli kəsilməkdə olandır. Yəni bu təhlükə altındadır. Ona görə də 2-yə də A deyəcəyik. Cavabımız olacaq Y variantı. 11-ə baxırıq. The doctor said that should the child. Baxın, cümlə tamamlamadır. Bağlayıcı mübtəda xəbər yazmalı. Bir də should, yəni köməkçi feil, modal feil qabaqda gəlibdir. Götürə bilmərik. Sonra baxırıq nəyə? Eating junk food olardı 4-də də. Yəni bunu da götürməyəcəyik. Yəni junk food yemək. Eating junk food. Yəni burada da cümlə quruluşu səhvdir. Cavabımız 2-3 D variantı olmuş olacaq. 12-yə baxırıq. Arriving late at the meeting is a very good impression. Deməli, baxırıq ki, cümləmiz ing sözlə başlayır. O zaman mən burada tək xəbər qoymalıyım. B-ni, D-ni, S-ni çıxıram. Və görüşlərə, iclaslara çatmaqda yaxşı təəssürat yaratmır olmalıdır. Doesn't create olacaq. 13-ə baxırıq. Nida cümləsidir. Nida cümləsində bir iki mübtəda xəbər şəklinə getməlidir. B variantı A öndə gəlib götürməyəcəyik. Ha'dan sonra birbaşa artikl gəlmir. What'la başlayan nida cümləsində biz ismin qabağında en artikl yazarıq. Başqa da heç nə yazmırıq. Həm də what'la başlayan nida cümləsində isim yanında mütləq nə olmalıdır? Mübtəda xəbər olmalıdır. Ona görə götürməyəcəyik. Sonra Y variantına tomatoes cəmlədə is yazmağım səhvdir. Cavabım olacaq A. 14-də baxırıq. Burada to be-nin forması olduğuna görə birincisi mən burada sifət qoyaram, zərf qoymaram, ona görə çıxırıq bunu. B tözü müqayisədə də artıq mora ehtiyacı yoxdur. Zənlə zəbəs işlənməz, yəni üstünlük dərəcəsi işlənməz. Yenə əzəzin ortasında müqayisə dərəcəsi gəlməz, götürəcəm Y variantını. 15-ə baxırıq. 15-də she doesn't listen to what I said and it's so... Deməli, deyirəm ki, o mənim nə dediyimə qulaq asmadı. Bu nədir? Bu, yəni, əsəbləşdiricidir, frustrating olacaq. 16-ya baxırıq. Deməli, pair of təkdədirsə, a pair of olardı. Yəni, qabağında artikl gəlməlidir. Severaldan sonra cəm isim yazardım, çıxırıq. Some'dan sonra sayılan tək isim cəmdə gəlməli idi, çıxacaq. Enough'dan sonra yenə sayılan isim varsa cəmlənməli idi. Cavabımız olacaq A variantı. 17-yə baxırıq.
Deyirəm ki, Sandra ya da ki, she ilə başlamalıyıq. Baxaq görək. Desək ki, Sandra və yaxud da baxaq bir dənə görək. Sandra is my role model because she never tells lies. Elə bu olacaq B variant. Deyirəm ki, Sandra mənim rol modelimdir. Çünki o heç vaxt neynəmir? Yalan danışmır. Birinci Sandra ilə başladıq. Sonra dedik is my role model because she never tells lies. 18-də the fact of being less than usual price yəni həmişəki qiymətindən daha az qiymətdə olma nədir? Endirimdir də. Endirim də nədir? Discountdur. Sonra 19-a baxırıq. Sandra is keen to be keen ondur. To be keen on. Nəyəsə həvəsli olmaq deməkdir. C-ni, Y-ni, B-ni atırıq. Connect with ilə işlənir. Ona görə cavabımız olacaq A variantı. 20-yə baxırıq. By the time indiki bitmiş, indiki sadə zamanla gələcək bitmişi, keçmiş sadə zamanında keçmiş bitmişi birləşdirəcək. By the time plus keçmiş sadə zaman, digər tərəfdə keçmiş bitmiş, yəni C variant olmuş olacaq. 21-ci suala baxırıq. American Indians sold land to white people without realizing that it would be no longer be. Baxaq görək burada. American Indians sold their land. Burada cəm olduğuna görə their qoymalıyam. A-nı, D-ni çıxıram. İsimdə olduğuna görə theirs-i qoyacağam, çıxacağam. Sonra baxırıq, deyirəm ki, it will be no longer be theirs. Burada they olsaydı themselves qoyardım, yəni qayıdış əvəzliyi. Demək ki, burada mən nə etməliyəm? Müstəqil yeri əvəzliyi qoymam, çünki nöqtələrdən sonra isim yoxdur. 22-yə baxırıq. Robert's photos others something about street animals. Deməli, kompleks obyekti, obyekti verib feili qoymalıyıq biz. Bilir ki, let make-dən sonra gələn feil tam sadə olmalıdır. Tam sadə olmalıdır. Götürəcəm sadəcə C variantını. Bu günlük bu qədər. Ümid edirəm video sizin üçün faydalı olmuş oldu. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.